Salamlayıram mən sizi. Bugünkü mövzumuz mərhəmətdir. Mərhəmətlə haqqında sualımız var. Mərhəmət nədir? Necə yaranır və insana nə qazandırır? Əvvəla mən də sizi salamlayıram. Dəvətiniz üçün də çox təşəkkür edirəm əvvəlcədən. Mərhəmətlə bağlı sual var ki, mərhəmət məsələsi, mərhəmət nədir? Mərhəmət həm insana aid məxsusluğu var, insana aidiyyəti var və eyni zamanda da heyvanlar aləmində də mərhəmətlə bağlı bəzi təzahüratları görməmiz mümkündür. Elə ki, insandan götürsək, mərhəmət bir insanın başqalarına, başqa insanlara şəfqət bəsləməsi, onların acılarını duyması, onların dərdlərini, sərlərini hiss etməsi, görməsi, anlaması və eyni zamanda da onların hissiyatını yaşamağa çalışmasıdır mərhəmət. Və bu hissiyatı yaşaması özündə yaşaması deyil sadəcə. Mərhəmət həm onu görməsi, anlaması və o acı çəkən, dərd çəkən insanlara o şəfqət hissi ilə, o mərhəmət hissi ilə onlara bu və ya digər formada müdaxilə etməsi. Müsbət mənada onların o hallarına müdaxilə edib, müsbət bir təsir göstərib, onların o acılarından qurtarılmasıdır. Mərhəməti bu formada tərif etmək olar. Mərhəmət necə formalaşır və insana qazandırdığı nələr vardır? Əgər belə bir sualda olsa ki, mərhəmətin formalaşmasında əslində insanda potensial olaraq mərhəmət hissinin olduğunu söyləyə bilərik. Əslində mərhəməti insan böyük bir təhsil prosesindən keçdikdən sonra əldə etdiyi bir bilgi deyil, bu hiss duyğudur və potensial olaraq hətta beləcə Cənab Allahın bizə verdiyi hiss və duyğulardan birisidir və təbii ki, onun hansı formada biz onu yaşayırıq. Çünki mərhəmət hissi ilə bağlı deyək ki, ər və arvad arasına sevgi və mərhəmət hissinin verildiyi, misal üçün ayələrdə buyurulur. Biz görürük demək ki, bu verilib, yəni bu bizə verilən bir duyğudur. Amma ər və arvad həyatda, ailə münasibətlərində ər və arvad arasında həqiqətən sevgi münasibəti varmı, mərhəmət varmı? Bəli, var. Belə götürə bilərik, iki dənə yabancı insanlardır, iki dənə yad insanlardır. Bunlar müəyyən bir form evlənirlər, aralarında bir sevgi meydana gəlir, mərhəmət meydana gəlir. Və deyirsən, bu necə baş verir bilər ki? Yəni, bəlkə bir nəfər bunlar heç bir-birini tanımırdılar. Bu aralarında bir sevgi meydana gəldi, mərhəmət meydana gəldi. Bu mənada mərhəmət formalaşır yəni. Amma eyni zamanda da ailə birliyi olub, evli olub, heç bir aralarında sevginin qalmadığı, mərhəmətin qalmadığı ailə nümunələri də var, yəni yer gələndə. Amma biz buradan görürük ki, mərhəmət varmı, sevgi varmı, potensial olarak insanda var. Yəni, hardan formalaşır suallarla bağlı söyləsək də, yəni, əslində belə bir formalaşma var. Amma o sevginin, ya da əsasən mərhəmətin də bizdə yaxşı bəslənməsi lazım. Mərhəməti bəsləyib, yaxşı formada saxlamamız lazım. Yəni ki, əgər mərhəməti yaxşı bəsləyəriksə, yaxşı ona mərhəmətə qidalandırarıqsa, əgər belə ifadə etsək, o zaman mərhəmət və sevgi bizim ruhumuzda canlı formada qala bilər. Canlılara qarşı, insanlara qarşı və hələ öz nəfsimizə qarşı, özümüzə qarşı da mərhəmətdən söhbət danışmaq mümkündür. Yəni, bu mənada mərhəmətlə bağlı formalaşması, insanda potensial olarak mərhəmət var. Amma bu potensial mərhəmətin olması bizə öz-özlüyündə bir şey qazandıra bilməz. Çünki onu yox etmə ehtimalı da var. O mərhəməti hər zaman canlı saxlama ehtimalı da var. Yəni, ər-arvad ailə münasibətlərindəki misaldan götürsək, yəni ayədə buyurulur ki, biz, Quran ayəsində buyurulur ki, biz ər-arvad arasında evli cütlüyə biz sevgi və mərhəmət verdik, onların qəlblərinə mərhəmət verdik deyilir. Amma bu, deməli, potensial olaraq bu verilib yəni. Çünki evli olub da heç mərhəmət sahibi olmayanlar da var. Yəni, deməli, bu içimizdə var olan potensial mərhəmətin hər zaman canlı saxlanılması lazımdır. Yəni, içimizdə var və sadəcə onun canlı saxlamağımız lazımdır. Ki, qaldı ki, mərhəmətin insana nə qazandırdığı, nə qazandıra bilər insana, hətta fərdlər tək-tək götürsək fərdlərdə və eyni zamanda cəmiyyətə. Cəmiyyət bazında nə qazandırır, fərdlərə mərhəmət nə qazandırır? Əslində, mərhəmətin tərs bütünündəki ifadənin ziddini biz axtarsaq, xəsisliklə qarşılaşırıq. Yəni.
və ya bəncillik deyək, xəsisliklə qarşılaşırıq ki, əslində xəsisliklə bağlı həyatda hər kəsin xəsis olduğunu biz götürsək, əslində mərhəmətsizlik olur. Xəsislik eyni zamanda mərhəmətsizlik də deyə bilərik də. Bir müəllim xəsisdir, yəni hər bir bilgini, hər şeyi vermək istər, bilir, demək istəyir, demir. Və ya bir idman müəllimi idmançının hazırlaşdığı hər şeyi bilmir, yəni. Misal belə götürürsə, belə ki, həyatın hər sahəsində xəsislərdən ibarət bir cəmiyyətin var olduğunu biz düşünsək, yeri gəldi o yaşanılmaz bir cəmiyyət halına gələ bilər. Yəni o baxımdan əslində xəsisliyin ziddi mərhəmətli, mərhəmətin ziddi xəsislik olduğunu biz görürük. Əslində mərhəmət hissi nə qədər yuxarı qalxırsa, üst mərtəbələrdə varsa insanların ruhunda, qəlbində, bir o qədər yaşanılan bir cəmiyyətin ortaya çıxa biləcəyini biz düşünürük və ya deyə bilərik. O mənada mərhəmət hissi, yəni biz deyə bilərik ki, mən nə üçün mərhəmətli olmaq, xəsis olum da, yəni. Xəsislik, yəni filan kəsdən xəsislik niyə pis deyirsən? Məyərsə xəsislik pis bir şey deyil, yəni. Belə bir sual ortaya çıxsa buradan, əslində deyə bilərik ki, əslində o mərhəmətlə, xəsisliklə bir-birini zidd bütünlü məsələlərdə bulmalıyam. Əslində mən hər zaman xəsis olum da, yəni niyə mərhəmətli olum ki? Belə deyil, əslində bir insanın sən mərhəmətli olmaya bilərsən yerə gələndə, amma sənin də mərhəmətə ehtiyacın var. Yəni belə bilsən, hər zaman heç bir insana möhtac deyilsənmi? Heç ummadığın, gözləmədiyin insanların da mərhəmətinə möhtac qalma ehtimalın var insanların da. Və insanlar çox zəif bir varlıqlar, eyni zamanda güclü varlıqlardır. Dünyanı bəlkə 3 dəfə, 5 dəfə yıxacaq qədər silah düzəltmişik, ağılla, elindən yeri gələndə. Amma bu qədər də zəif varlıqlar insanlar. Bu mənada insanların da hər zaman mərhəmətə ehtiyacı var, fitri olaraq, acizliyindən irəli gələn. Əgər söhbət budursa, deməli, hər zaman da bizim də mərhəmətli olmağımız gərəkir. Məsələn, mərhəmətin, yəni bu içimizdəki mərhəmət hissi var, amma onu aşkara çıxmaq lazımdır, belə var. Bəli, həm aşkara çıxarmaq lazımdır, lap da belə kəşf etmək var. Kəşf etməkdə var, onu sən tapırsan, belə deyək də. İçimizdəki mərhəmət hissini tapmamız lazım və hər zaman da onun canlı saxlanılması lazım. Belə deyək də, elimizdə çox faydalı, dəyərli kitab var, amma heç bir zaman o kitabın yüzü açılmır, yəni toz basıb gedir, yəni qurtlanmaya başlayır o kitabda, misal üçün dəyərli bir məsələdir mərhəmət, onun canlı saxlanılması da lazımdır, labuddur. Məsələn, mərhəmətin həyatımızdakı rolu nədir? Mərhəmətin həyatımızdakı rolu əslində buna həyatımıza nə qazandırır, bizə nə qatır, əgər belə bir götürsək, əslində biz baxsaq ki, hə, sən mərhəmətli ol, mən mərhəmətli olmalıyam, başqaları da mərhəmətli olmalıdır. Desək, nə üçün mərhəmətli olmalıyıq? Hə, çünki orada acı çəkən, dərd sahibi insan var, şəfqətə möhtəl insan var ki, biz mərhəmətli olmalıyıq. Əslində, belə bir əsaslandırma mümkündür ki, bu əsaslandırma ilə gedək. Amma bundan da əlavə, bizim özümüzün, başqaları üçün deyil, əslində biz özümüz üçün mərhəmətli olmağımız lazımdır. Yəni, mərhəmətli olmaq bir ərdəmdir, bir dəyərdir əslində. O baxımdan, yəni eyni zamanda da, yəni mən mərhəmətli olmalıyım, nə üçün? Çünki o şəfqətə möhtac insanın durumuna düşmə ehtimalım var, ona görə mərhəmətli olmaq. Əslində, bu da əslində işin tam cavabı deyil. Əslində sən belə götürsək, yəni o dərd sahibi, acı sahibi, şəfqətə möhtac uşaqdır, xəstədir, qocadır və digər bu və ya cəmiyyətdəki müəyyən təbəqələrdəki insanlardır da. Bəlkə sən ömür boyunca onların heç vaxt, onların vəziyyətinə düşməsən belə, sən yenə də hər zaman mərhəmətli olmalısan. Amma bu belə bir gözlənti deyil ki, sən də bir gün onun yerinə keçə bilərsən, onun yerində ola bilərsən, onun yerində olanda da sən də o zaman da sənə mərhəmətli olunacaqdır. Bəlkə sən heç vaxt düşmədin o, Allah səni o təbəqəyə heç vaxt düşürmədi, yəni, o zaman mərhəmət olmayacaqsan ama yəni. O baxımdan mərhəmət öz-özlüyündə bir ərdəmdir, öz-özlüyündə bir dəyər olduğunu biz görürük. Yəni, bu dəyərin də əslində hər zaman da insanın qorunması gərəkir. Bu mərhəməti də biz insan iradə olaraq o mərhəməti əldə edirik. Yeri gəldi mərhəmət haqqında nəsə bu dəqiqə danışırıq, müzakirə edirik, mərhəmət nədir, nə deyildir deyə. Amma biz bunu, yeri gəldi bu mövzunun, bu başlığı biz seçmişik, biz özümüz mərhəmətdən danışıq demişik də. Amma təbiətin özündə də mərhəmətin olduğunu biz görürük.
Əslində biz bunu, mərhəmət yenə bizdə də var, bizim də yüklənmiş formada bizə mərhəmət var, onu inkişaf etdirməliyik. Amma heç iradə olaraq ağlı zəkası, düşüncəsi, idraki olmayan canlılar aləmində də mərhəmətdən söhbət getdiyini biz görürük. Yəni ki, misal üçün, buzlaqların üstünü peyvənlər yumurtalarını saxlayırlar da, o dişi və erkək növbətləşən yumurtalarını saxlayır və toyuq öz balası üçün belki nə bilim, tülkünün itin ağzına başını belə qoya bilir yəni. Öz başını qurban verir balasını və ya ki, özündən daha böyük təchizatlara sahib qartalla mübarizə aparır. Yəni, toyuq nə can var ki, toyuğun var. Amma balası uğruna onu edir yəni. Əslində, orada görürük ki, əslində, canlılar aləmində də bir mərhəmət, şəfqət hissi var ki, bunlar olunur və ya uzaq toyuqsan da, yəni, qartalla niyə cələlləşirsən də, nə var ki burada? Və yeri gəlində cücələri olmasa, tək başına olsa və o mübarizəni aparmaz yəni. Görürsən ki, öz bağları üçün o mübarizəni aparır yəni. Və ya da ki, hər hansı bir təhlükəli, bir zəhərli başqa heyvanlar gəlir. O mənada əslində mərhəmətlə bağlı canlılar aləmində də biz bu şəfqət və mərhəmət hissinin olduğunu görürük yəni. Və əslində bu təbiətdə mərhəmət hissi var. Təbiətin öz-özlüyündə mərhəmətlə donatıldığını, təchiz edildiyini anlamaq olar. Və biz də əslində təbiətin bir parçasıyıq da eyni zamanda. O baxımdan da bizim də əslində təbiətin parçası olduğumuza görə də o mərhəmətsizlik insana yaraşmayan bir amil olduğunu söyləyə bilərik. Bu baxımdan həm də insanlar aləmində də insan sosial bir varlıqdır. Sosial varlıq olduğu zaman da hər zaman xəstəliklə müəyyən yerə getirən mümkündür. Amma deyirləri, qonşunun küllə möhtac olma deyə bir deyim var da, misal üçün. Əslində, küllədir ki, məsəl üçün də, kül belə qonşuna gedib istəyə bilərsə geri gələndə. Yəni, hər zaman xəstəlik varsa, mən xəstəliyin müdafiəsinə keçsək, o zaman biz deyə bilərik ki, deməli, mən heç bir zaman heç kəsə möhtac olmayacağım, hər kəs yeri gəldi mənə möhtac olurlarsa olsunlar, məndə xəstəlik tərəfə keçmişəm, mərhəmət də yoxdur, mərhəmət olmasını da istəmirəm. Amma nə qədər kim buna iddialı ola bilər yəni bu məsələyə. O baxımdan mərhəmətin bu formada insana qazandırdıqlarının var olduğunu söyləmək olar. Mərhəmət və empatiya arasındakı fərq nədir? Empatiya eləyə bilməyən insanlarda da mərhəmət hissi kamil səviyyədə ola bilər. Empatiya hissi mərhəmət hissi ilə eyni mənada da istifadə bəzən edilir. Amma empatiya ilə mərhəmət arasında müəyyən fərqlər var. Əslində biz empatiyanı mərhəmətin bir qolu olaraq alt başlığı olaraq adlandırmaq olar. Deyək ki, empatiyada qarşı tərəfin acısını, dərdini, sərini, izdirabını duyursan və onun gördüyü, onun gözü ilə dünyaya baxmağa çalışırsan ki, onun acısını özünə kopyalayırsan. Empatiyada budur yəni ki, və tarixi empatiya da var yəni. Sanki hər hansı bir sərkərdəndə şairi oxuyursan və onun gözü ilə, sanki onun ayağı ilə o tarixi küçələrdə, şəhərdə gəzirsən. Yəni, onun dünyasında onu anlamaq üçün o dövrə gedirsən. Empatiya budur yəni. Amma oradan qayıtmaq şərtidir də, orada qalsan empatiya olmur yəni. O hissi yaşamalısan və özünə qayıtmalısan. Və empatiyada belə bir şey var ki, nə qədər çox empatiya sən qursan da qarşıdakı insanlara qarşı, empatiyada ona təsir gücü yoxdur yəni. Amma mərhəmətdə belə bir məsələ var ki, mərhəmətli şəfqət hissində isə sən onun acısını duyursan, anlayırsan, başa düşürsən və o mərhəmət hissi səndə ona qarşı nəsə müsbət bir hərəkətə keçirirsən. Mərhəmətdə belə bir hərəkət də var yəni. Amma biz beləyik də, əslində empatiya hissi yoxdursa, əslində empatiya hissi mərhəmətin bir üstü adlandıra bilərik yəni. Əgər söhbət qarşı tərəfə faydadan söhbət gedirsə, düzdür, mənim dərd-sərimi kimsə anlayırsa, siz mənim və siz mənim dərd-sərimsə anlayırsınızsa, misal üçün deyək də, mənə təskinlik verə bilər yəni. Mənə acımı, mənə başa düşürlər də. Bu biraz insanı rahatladır yəni. Amma rahatlatmasına rahatladır və başqa bir çarə təqdim olunur. Empatiya hissi o insana çarə vermir yəni. Mən səni başa düşürəm, anlayıram və həqiqətində səmimi olmaqda anlaya bilər yəni. Empatiya budur yəni. Amma mərhəmət empatiyanın bir üstü hesab olunur. Yəni, yenə eyni mərhəmətdə empatiya nə varsa onlar var, amma əlavə olaraq da onu anlamaq hissi ona bir köməyə gedir və bu maddi köməkdir, mənəvi köməkdir, bilgi ilə köməkdir, istiqamətləndirmə. Bu formada mərhəmətdə o insana qarşı ona bir müsbət müdaxilə etmə şansı verir bizə. Bəs empatiya elə bilməyən insanlarda
onda mərhəmət hissi kamil səviyyədə olmur. Ya ola bilsin ki, bir insan de ki biz kəlmələrlə biz getsək, de ki adam empatiya nə olduğunu bilmir, amma empatiyanın tərifini ən gözəl verəndən daha çox empatiya sahibidir. Amma empatiyanın adının nə olduğunu bilmir yəni. O aslında mərhəmətli bir insandakı ki, adam mərhəmətdən başlayır, mərhəmətlə addımlayır, mərhəmət vasitəsilə insanları tanıyır, görür və o mərhəməti ilə də insanlara müsbət mənada təsir göstərir, müsbət mənada toxunuşlar edir insanlara. Empatiyadan əlaqəsi yox adamın yəni. Belə bir insanın olması da mümkündür. Empatiyadan xəbər yoxdur. Yəni, mərhəmətin içərisində empatiya var, empatiya içərisində də mərhəmətdən bəzi məqamlar var. Amma nəticələri etibarilə bir-birlərindən fərqlənir. Yəni, o formada yəni, heç empatiyanın nə olduğunu bilmirsə, onun tərifini bilmirsə, əgər mərhəmətlə addımlayırsa, yəni empatiyanın müəyyən çalarlarının da mərhəmətin içərisində olduğunu biz görə bilərik ki, o formada da nəticəyə doğru gedə bilər ki, hər ikisində də ki, bir insan zəifdir, yoxsuldur, bilgi cəhətdən də ki, bilgisizdir və bu insanın əslində şey var, mərhəmət hissi yuxarıdan aşağıya doğru gəlir. Empatiya hissində də belə məsələ var ki, əslində bu şəfqət varsa, məhəbbət varsa, sevgi varsa, bu əslində mərhəmətdən gedəndə biz yuxarıdan aşağıya gələn bir axış olduğunu biz görürük. Yəni, əslində mərhəmətdə bir insan belə deyək də, kiçik uşağa mərhəməti ana-ata edir. Uşaq ana-ataya mərhəmət etməz yəni. Günün birində ana-ata zəifləyər, qocalar, taqətdən düşər, uşaq gənc olar, böyüyər. O zaman övladın ana-ataya mərhəmətindən danışa bilərik yəni. Amma uşaq 3 aylıqdır, 5 aylıqdır, 5 yaşındadır, 10 yaşındadır. Bu zaman mərhəmət ona doğru gedir yəni. Mərhəmət ondan mövqeyindədir yəni. Əslində nisbətən daha zəif olanlar, daha aciz olanlar mərhəmət obyekti onlardır yəni. O baxımdan ki, mərhəmətdə və ya empatiyada belə bir duyğu axışının olduğunu da demək olar. Çox gözəl məqamdır həqiqətən. Bunu heç düşünməmişdim. İnsan özündəki mərhəmət hissini təkmilləşdirə bilərmi? İnkişaf etdirə bilərmi? İnsan bəli bilər. Belə qısaca əgər cavab verilmiş olsaq, insan o mərhəmət hissini daha da təkmil inkişaf etdirə bilər. Hətta bunun üçün bəzən uşaqlar üçün deyirlər ki, uşaqlara zərər verməyəcək heyvanlar saxlaya bilsə, o heyvanlarla bir əlaqədə olsa, onları tanısa, bu insanlarda mərhəmət hissinin formalaşmasına səbəb olur. Elə uşaqların özlərindəki bu pişiyi tanıyır, balaca bir quşu tanıyır, balığı tanıyır və onda da bir can olduğunu görür. Onda da acı hissi ola biləcəyini anlayır. Əslində o heyvanları tanımasa, o heyvanın içində olmasa ki, təbii ki, söhbət burada vəhşi heyvanlar getmir də. O zaman o heyvan uşağa zərər verə bilər. Yəni ki, mərhəmət tərbiyəsindən söhbət edirsə, bu heyvanlarla əlaqədə olması, da ki, quşlara dən atması, toyuqlara dən atması, kənddə kəsəkdə qoyun quzuya ot verməsi, onun əlindən qoyun quzunun otu yeməsi, bu kimi amillər insanda o mərhəmət hissini aşılaya bilər. Yəni pişiyin balasına süd verməsi, baxsan o can sahibi olduğunu o zaman görür. Ondan belə bir əlaqəyə girmiş olur heyvanlarla, insanlarla, böyüklər də olsa belə. O baxımdan bu kimi amillər insanda o mərhəmət hissini tətikləyə bilər, inkişaf etdirə bilər və potensial olaraq da belə daha belə canlı saxlaya bilər yəni insanlar mərhəmət hissini. İnsanın özünə mərhəmət etməsi dedikdə, bəs bunu necə biz anlaya bilərik? Bu insanın özünə mərhəmətini biz beləcəsində təyyarə qəzaları olundu, təyyarə havadadır. Nəsə qəza olanda əslində deyirlər ki, əslində insan yanında övladın belə varsa, birinci övladının tənəffüs hava başlıqlarını deyil, birinci özünə taxmalısan, sonra yanındakilərə kömək etməlisən də. Birinci özünü qorumalısan. Sən özünü qorumasan, başqalarına kömək edə bilmirsən. Özün boğulursan axı yəni. O baxımdan mərhəmətdə belə bir əgər təşbih bənzətmə etsək, əslində mərhəmətdə də əslində insanın yeri gələndə özünə rəhmi gəlmirsə, deyək ki, heç olmasa özünə rəhmin gəlsin. Belə bir deyim var. Əslində bu nə mənaya gəlir? Özünə rəhmin gəlsin. Əslində deyək ki, insan öz bədəninə qıyır. Öz bədənini deyək ki, belə alkoqollu içkilərlə, yeri gələndə, siqaretlə, başqa zərərli vərdişlərlə öz vaxtını, həyatını, səhhətini, ruhunu, mənəviyyatını yerə gələn məhv edirsə, adam deyirlər ki, özünə rəhmin gəlsin deyirlər. Məsələn, deyir ki, sənə üzülən kim var? Deyir ki, başqaları var da, nə bilim, övladın var, həyat yoldaşın var, anan var, atan var. Sənin bu getdiyin yol olmadığını anlayırlar, görürlər
Və deyirsən qardaş, sənə görə üzülənlər var da. Nə bilim, sənin dost tanışın sənin bu vərdişlərinə üzülürləşən, özünə rəhmi gəlsin, başqalarına yox, özünə rəhmi gəlsin. O mənada əslində bir insanın özünə rəhm edə bilmə deyə bir mövzu olduğunu, belə bir çaların da, mərhəmətdə belə bir çaların da olduğunu söyləmək olar. Amma bu həm də şey demək deyil, yəni insanın öz nəfsinə sonuna qədər tolerans tanıması mənasında da ifadə etməmiz doğru deyil yəni. Yəni, tamam da insan özünə mərhəmət etməlidir. Bunun bir sərhəddi varmı? Hara qədərdir bu? İnsanın özünə qarşı mərhəmətinin sərhədləri də varmı? Və belə götürsək, əslində insan həm fiziki varlığımızdan ibarətlik, həm də nəfsimizdən ibarətlik də və ruhumuz və bədənimizdən ibarətlik. Belə götürsək, əslində insanda da əgər nəfsimizin tərbiyəsindən söhbət gedirsə, əslində nəfsi bir ata bənzədirlər ki, sən o atı idarə etməlisən. O səni idarə etsə, müəyyən vaxtda səni qayadan atacaq yəni, səni son mənzilə çatdıra bilməz yəni. Əgər mindiyin at sənin tərbiyəndən keçməyibsə, yox, əks təqdirdə o səni tərbiyə edəcək, ayaqlarının altına ataraq. O mənasında o tolerans tanımamız lazımdırmı? Bəli, mərhəmətli olmamız lazımdır. Çünki nəfslə mübarizədə bir tədricilik əsası da var yeri gələndə. Amma bunun kimi də insan toleranslı olmalıdırsa nəfsinə, bu mütləq tolerans deyil. Əslində tərbiyədə tədriciliklə insan öz nəfsinə qarşı, özünə qarşı da mərhəmətli olması deyə bir məsələ var. Sizcə insanın ən böyük mərhəməti özünə göstərdiyi mərhəmət ola bilər? Özünü bağışlamaq və ya özünə mərhəmətli yanaşmaq digər insanlara qarşı mərhəmətli olmaqla əlaqəlidir. Bir insanın özünü bağışlaması, özünə mərhəmətli olması, əslində biz belə götürsək, insanın özünü bağışlamaması var da, bunun tərsini götürsək, insan hansı hallarda əgər özünü bağışlamazsa, bu ona daha mənfi təsirlər meydana gətirəcək. Deyək ki, birinci ili universitetə qəbul olmadı da bir abituriyent. Yəni, bu özünə bağışlaya bilərmi? Əgər bu bağışlamada özünə dərslər çıxaracaq formadakı bir bağışlamadan söhbət gedirsə, bəli, bunda bağışlamalıdır və bu bir imtahandır. Buna bir dərslər alması mənasında insanın özünü bağışlaması, özünə mərhəmət göstərməsi deyə bir məsələ var. Amma elə məqam gəlir ki, bu qaçılmaz bir hala gəlir. Sən qaçılmaz olaraq belə bir məsələ var. Bu yeri gəndə səndən də asılı deyildi, amma sənin də orada rolun var. Və sən burada bağışlamayanda hətta yeri gələndə şey var, tələbələrlə bağlı həyatda müəyyən uğursuzluqlarla üzləşən insanlar var ki, onlar o uğursuzluğun altından qalxa bilmirlər. Bir ömür boyu onun travmasını yaşayırlar həyatlarında. Hətta yeri gələndə insan o uğursuzluğa görə, həyatındakı uğursuzluğa görə, həyatına gələn kənar müdaxilələrə görə intiharı seçən insanlar var yeri gələndə. Bunlara baxsan ki, əslində, əgər insan özünü bağışlamır özünü yəni, öz nəfsini bağışlamır yeri gəlir. Əslində, o bağışlamamağı, özünü bağışlamamağı özünə bir fayda verdi mi? Ya da ki, yenidən restart vermə deyək, update olma mı deyək, əgər digər ifadələrinə, bu texnologiyanın ifadələrini biz desək belə, yeri insanın bu hallara gəlməsi, özünü o formada dəyərləndirməsi, yəni özünə mərhəmət etməsi deyək belə. Yəni, mən də bir xəta edə bilərəm. Xətam özümü bağlayırdı. Şey var ki, insanın elə xətaları da ola bilər ki, insan özünə mərhəmət etməklə, sanki öz-özünü bağışlamaqla o bağışlanmayacaq xətalar da var. İnsanın verəcəsində, mən özümü bağışlayım, tamam sən özünü bağışlaya bilərsən də, sənin etdiyin xətalarda başqaları da cəza çəkmiş oldu. Haqsız yerə başqaları da xətaya yönləndirilmiş oldu. O mənada məhz özünlə qaynaqlanan və səni bağlayan xətalar var ki, onu insan dərs alması mənasında və yenidən başlaması mənasında o xətaları insan özünə bağışlaya bilər. 4 sual olduğuna bir saxlaya baxaq. Bayaq İslam dinində mərhəmətlə bağlı bir neçə cümlə dedik və ümumi olaraq bəs dinlərdə mərhəmət haqqında fikir necədir? Yəni, dinlərdə mərhəmət hissindən bəhs olunurmu digər dinlərdə əsasən də və necə aşılanır bu hiss insanlara? Səmavi dinlərin, deyək ki, Yahudilik, Xristianlıq və İslam, burada Allahın mərhəmətindən mütləq mənada bəhs olunur. Allahın mərhəmətli olması, mərhəmətin əsl qaynağının Allah olduğu İslamiyyətdə bu açıq və net bir şəkildə vurğulanır. Yahudilik və Xristianlıqda da
bu Allahın mərhəmətindən bəhs olunduğu ayələr var. Əgər İslamdakı mərhəmətə baxdığımız zaman əslində kainatda nə qədər mərhəmət misalları varsa, ki, bu əslində təbiətdəki mərhəmət misallarından biz danışırdıq ki, bir dənə toyuq öz başını qurban verir bir tülkünün itin ağzına ki, öz balalarını xilas etsin deyə. Və bütün canlılarda bu var, yəni ki, pengüenlər daha buzluqların içərisində yumurtalarını, erkək dişi növbələşə yumurtalarını saxlayırlar da. Bu niyedir? Niyə bu qədər əziyyət çəkirsiniz də yeyəndə? Məsələn, bir mərhəmət hissinə, şəfqət hissinə bağlayır sanki. Bəlkə o, təbii ki, biz bu dəqiqə insana mərhəmətdən biz danışırıq. Onlar mərhəmət deyə bir şey yoxdur onların dilində, ağıllarındakı ağılları yoxdur. Amma görürük ki, mərhəmət təzahürləri var onlarda, təcəlliləri var onlarda. Əslində biz görürük ki, bu mərhəmət bir qaynaqdan onlara və hər kəsə verilir. Əslində mərhəməti dünyadan qaldırdığımız zaman dünya yaşanmaz hala gəlir. O baxın, bəs bu qədər mərhəmət hardan deyən burada? Bu qədər bol mərhəmət hardan paylanıb? Əgər İslam nöqteyi-nəzərinə biz baxdığımız zaman, əslində Allah rəhimlilərin, mərhəmətlərin ən mərhəmətlisidir. Biz bu ifadəni bu formada biz görürük. Hətta Peyğəmbərimizin, Həzrəti Muhammed sallallahu aleyhi və səlləm, Həzrəti Peyğəmbərimizin bu dünyaya göndərilməsi Allahın bizə mərhəmətidir. Və Peyğəmbəri sizə rəhmət olaraq göndərir, mərhəmət olaraq göndərdim deyir sizə. Əslində bu nə mənə gəlir? Əslində Allah özünün tanınmasını istəyir. Ona necə bizim ibadət etməmiz gərəkdiyini bir Allah Teala Peyğəmbər göndərərək bizə bildirir. Ona kitab göndərərək deyir. Deyir ki, səmavi dinlər nədir yəni? Həzrəti Peyğəmbər və həmçinin digər qövmlər, İsa Peyğəmbər, Musa Peyğəmbər, Zəkəriyyə Peyğəmbər, Ulul Azm dediyimiz böyük peyğəmbərlər və kitab verilən və verilməyən bütün peyğəmbərlərin göndərilməsi əslində Allahın insanlara mərhəmətinin təzahürüdür eyni zamanda. Əslində Allahın mərhəmətinin təzahürü sadəcə peyğəmbər göndərilməkdirmi? Əslində insanlar üçün bu bir təzahürdür, mərhəmət təzahürüdür. Amma canlılar aləmindəki də yardımlaşma ilə bağlı misallara baxdığımız zaman Allahın mərhəmətinin təzahürü sadəcə bundan ibarət deyil. Bütün canlılarda o mərhəmət hissinin təzahürünün olduğunu biz görürük. O mənada əslində dinlərdə mərhəmətlə bağlı Allahın mərhəməti var. Amma o rəhimli, mərhəmətli Allah bizim də mərhəmətli olmağımızı istəyir. Əslində Peyğəmbərimizin əslində biz kitabdan danışırıqsa və kitabın təqdimatını aparan bizə canlı nümunə Həzrəti Peyğəmbərimizdir. Və Peyğəmbərimizin də həyatından bəlkə də kitablar dolusu mərhəmət başlıqları çıxır. Hətta bir balaca quşu ölmüş uşağa gedib başsağlığı verən Peyğəmbərdən biz danışırıq. Həzrəti Peyğəmbərimiz bir quşu ölüb də uşağın, yəni ona görə uşaqla onunla bir eyniləşmə olur. Mərhəmət hissində uşaq ağlayır, üzülür, kədərlidir və gedib quşu öldüyünə görə ona başsağlığı verir, yəni ona səbir tövsiyə edir Peyğəmbərimiz. Belə bir mərhəmət nümunəsi var və Peyğəmbərimizdə həyatındakı ən üst mərtəbələrdəki mərhəmət misalları da var. Çünki biz əvvəlki mövzularda biz dedik ki, əslində mərhəmət yuxarıdan aşağıya gələn bir məsələdir də. Əslində çox belə deyək ki, miskin, yetim, fəqir, xəstə bir insanın özündən yuxarıdakılara mərhəmət etməsi mümkün deyil yəni. Mərhəmət yuxarıdan aşağı gələn məsələdir və Peyğəmbərimizin də artıq ya Peyğəmbər kimi, ya da ki, artıq ərəblərin lideri kimi tanıdığı dövrlər var. Məkkə fəthi misal üçün. Məkkə fəthində artıq Peyğəmbəri tanıyanlar, ona iman edən zaten müsəlman idi artıq. Onu Peyğəmbər kimi tanıyırdılar. Artıq Peyğəmbər kimi hələ tanımayanlar da onu artıq ərəblərin bir lideri olaraq tanımaya başlamışdılar. Çünki Məkkə şəhəri vardı. Məkkə şəhərini eşqan hökumətən fəth edə bilmişdi. Yenidən Məkkəyə gəlmişdilər Peyğəmbərimiz. Amma o dövrdəki mərhəmətlə imtahan əslində, Peyğəmbərimizin mərhəmətlə imtahanı əslində deyə bilmərik. İnsanın yeri gələndə mərhəmətlə imtahan olduğu məqamlar var. Halbuki o sənin güclü olduğun vaxtlardır yəni. Sən nə vaxt güclüsənsə, sən artıq başqalarına haqsızlıq etmə imkanın var və imkanın olduğu halda onu etmirsənsə, o zaman səndəki mərhəmətin təzahürü ortaya çıxır. Peyğəmbərimiz də İslam tarixində, yəni bilənlər bilir bu məsələdən. O mövzulara əslində girmək o qədər də şey deyil. Vaxt baxımından belə mövzumuz mərhəmət olduğuna görə Peyğəmbərimiz Məkkə illərində 13 il Məkkədə qalır, 10 il Mədinə dövrü var. Orada olan işgəncələr var, əziyyətlər var, min bir imtahanlar var
Hətta ən şeyinə götürsək, Peyğəmbərimizin qızı Məkkədən Mədinəyə gələndə vurulmuşdu. O xəstəlik Həzrəti Zeynəb Mədinədə dünyasını dəyişdi. Misal üçün deyək də. Və hətta o hamilə idi. Ən zor, çətin şərtlərdə Məkkədə Peyğəmbər öz qızını çıxara bilmişdi. Yəni sadəcə bu ən bir min misaldan birisi misal üçün də. O qədər haqsızlıq qarşısında günün birində sənə haqsızlıq edənlər sənin iki dodağın arasından çıxan kəlmənin nə olduğunu gözləyirlər. Məkkə fəthi belə bir məsələ idi və sizlər nə gözləyirsiniz? Sizə nə etməmizi arzulayır? Hətta Məkkə fəthində mərhəmətin bir misalı var ki, ora qan tökülmədən girir. Qan tökmə imkanı vardırmı? Bəli, var idi. Amma Peyğəmbər deyir ki, yəni Əbu Süfyanın evinə girənlər qorunmuşdur deyir. Onun evinə girin. Öz evinə girənlər qorunmuşdur. Məscid-i Harama girənlər qorunmuşdur. Yəni onları müdafiə edir, onları qorumağa çalışır, onları qan tökülməsini istəmir. Ən son hər kəs Peyğəmbərimizin huzurunda yığışdığı vaxtda hamınız sərbəstsiniz dedi. Hətta ifadə belədir və entum tulaqa deyə bir ifadə var. Yəni hamınız sərbəstsiniz, hamınız gedin dedi. Yəni. Peyğəmbərimizin göndərdiyi insanlar Peyğəmbərə qayıdırlar. Yəni mərhəmət hissi ilə yanaşılır və mərhəmət onların müsbət mənada geri dönüşüm olur və o mərhəmət qarşısında təslim olurlar artıq yəni. Əslində bu ərəb lideri deyil. Ərəblərin sadəcə bu lider deyil yəni. Liderlər sadəcə bu etməz. Bu eyni zamanda Peyğəmbər deyirlər və iman edirlər onların Məkkə fəthindən sonra eyni anda. Əslində bu mərhəmətlə bağlı İslam tarixindəki sadəcə misallardan bəziləridir ki, misal üçün şeydə var ki, mərhəmət etməyənə mərhəmət olunmaz. Sən insanlara mərhəmət et ki, sən canlılara, heyvanlara mərhəmət et ki, sənə də mərhəmət olunsun. O mənada İslam dinində, İslamda, Quranda, Peyğəmbər hədislərində, Peyğəmbər həyatında mərhəmətlə bağlı onlarca misalın olduğunu biz görürük. Hətta biz şeydən götürəcək, xristianlıqdakı mərhəmətlə bağlı belə bir məsələ var ki, belə yadında qalıb ki, xristianlıqda İsa Peyğəmbərin çarmıxa çəkilməsi məsələsi var xristianlığa görə ki, Quranda İsa Peyğəmbərin çarmıxa çəkilmədiyini biz görürük. Ayələrini oxuyuruq ki, ona bənzədilən çarmıxa çəkilmişdi, İsa Peyğəmbər çəkilməmişdi. Onların nəzdində İsa Peyğəmbərin çarmıxa çəkilməsi əslində Tanrının mərhəməti idi insanlara qarşı. Belə bir şey, insanlar günahkar Allah doğulurdu ki, İslamda bu belə deyirlər və İsa Peyğəmbərin ölümü əslində bütün insanların günahının yuyulması mənasına qədər, bütün insanların günahı yuyulması, bütün insanlara mərhəmətdir yəni. O formada belə bir əqidə formalaşıb ki, o xristianlığa görə belə bir onlarda belə formalaşmış əqidə var. Amma İslamdakı mərhəmət anlayışında başqa kimlərinsə qurban getməsinə ehtiyac yoxdur. Hər kəs öz günahına görə ağlamalıdır, tövbəsini etməlidir yeri gələndə. O formada mərhəmətlə bağlı ayələrdə bir çox detalların olduğunu söyləmək olar. Bəs bir insan nə qədər mərhəmətli olmalıdır? Yəni burada hədd qoymalıyıqmı? O insanda mərhəmətin həddi varmı? Ya da ki, ən azı nə qədərdir, ən çoxu nə qədərdir mərhəmətlə bağlı? Əslində bununla bağlı belə bir məsələ var. Mərhəmətdəki hədd, mərhəmətin sərhəddi varmı misal üçün? Hətta mərhəmətlə bağlı belə bir şey var. Mərhəmət yorğunluğu deyə bir ifadə var. Bu nə mənə gəlir? Misal üçün tibb ocaqlarında xəstələrə baxanlar var və də ki, ağır xəstələrə baxanlar var. Ondan sonra müəyyən daha çox qayğıya möhtac övladlara sahib valideynlər var. Misal üçün ki, onlarda müəyyən xəstəlik, uşaqlarda müəyyən fiziki və ya ruhi xəstəlik, mənəvi xəstəliklərə mübtəla olmuş uşaqlardır bunlar. Və normal valideynlərdən daha çox qayğı göstərməsi gərəkir övladlarına. Yəni ki, tibb bacısıdır, yəni ki, həkimdir. Bu həkim hər zaman möhtac bir insana baxır da, yəni. Ona o xəstəyə müalicəsini yazır, dərmanını yazır, onun müalicəsini təqib edir. Bu kimi insanlarda mərhəmət yorğunluğu tendensiyası baş verir. Belə bir məsələ var ki, əslində bu mərhəmətin həddi varmı sualı ilə bağlantılı olduğu üçün bunu söyləyirəm. Bu mərhəmət yorğunluğu deyə bir şey var ki, insanlar işi bundan ibarət. Tibb bacısının işi hər zaman xəstələrə baxmaqdır da. Xəstələrə baxa artıq o mərhəmət hissi artıq tükənməyə başlayır insanda. O tükənir və yorğunluğa elə bir mərhələyə gəlir ki, əslində bunun işin qidası mərhəmətdir yəni. Sən nə qədər mərhəmətlisənsə, o işində o qədər aktiv çalışa bilərsən. Yəni ki, uşaq bağçasındakı bir müəllimə yəni. Hər kəs səndən balacadır, hər kəs 3 yaşında, 4 yaşındakı uşaqlardır və ibtidai sinif müəllimələridir, misal üçün. Onlarda sanki mərhəmət işinin bir parçası halına gəlir yəni.
O baxımdan da əslində mərhəmət yorğunluğuna düşmə tendensiyaları yaşanır ki, tibb bacılarından yeri gələndə olur ki, adam işi buraxır, işini dəyişdirməyə olur. Mərhəmət yorğunluğundan mərhəməti yenidən özünə qazana bilmir. Bu kimi məsələlərdə əslində hər zaman o mərhəmətlə insanların bir görsəyin sınağa çəkilmə məsələləri var. Bir də mərhəmət sevinci də var. Mərhəmət tətmini də biz deyə bilərik buna. Bir yorğunluqla bağlı, bunun da yeri gələndə bəlkə müalicələri var şeylərlə bağlı. Mərhəmət yorğunluğundan çıxma da əlbəttə ki, müalicə yöntəmləri də hər halda var bunların. Bir də mərhəmət tətmini deyə bir məsələ var ki, bu nədir? Mənim pasiyentlərim, bu xəstələrim deyək də, hətta ki, mənim şagirdlərim, mənim övladım, mən ona mərhəmət göstərirəm, içindəki potensialı qədər, bütün potensialı mərhəmət verirəm və oradan da geri dönüşüm alıram. Mərhəmətlə bağlı geriyə mənə sevinç hissi dönür, sevgi dönür mənə. Əslində, o da mənə daha çox mərhəmət hissində nə qədər haqlı olduğumu göstərir. Məsələn, belə bir məsələ də var ki, adam xəstəsinə baxır, xəstə deyir ki, qızım çox sağ ol deyir. Qızım Allah səndən razı olsun deyir. Oğlum belə deyir, kim baxıbsa deyək də belə. Artıq o hiss ona motivasiya verməyə başlayır. Ya da ki, bir valideyn, hər hansı bir sinif müəlliməsi şagirdinə mərhəmətlə yanaşır. Mərhəmət uşağın mərhəmət hissinin olduğunu, ona mərhəmət hissi axdığını görən uşaq dərslərinə daha çox müvəffəq olmağa başlayır. Bu dərslərindən müvəffəq olan uşağın valideyninə yansıyır. Valideyn də müəlliminə çox təşəkkür, minnətdarlığını bildirir. Əslində, belə bir müsbət mənadakı geri dönüşümlər insanda mərhəmət hissinin daha da müsbətə doğru getməsinə təsir göstərən amillərdir belə. Amma qaldı ki, eyni zamanda da bu mərhəmətdə bir məsələ var. Yəni, insanların mərhəmətlə sınağa çəkilmə məqamları da doğa bilər. Elə bir vaxt, an yetişə bilər ki, sən o anda mərhəmətlə sınağa çəkilirsən. Bu necə baş verə bilər? Deyək ki, hər hansı bir axsaq bir it görmüsən, pişik görmüsən. Ya ki, belə bir ani bir formada sən də tələsirsən, kiməsə yol göstərmən gərəkir də. Bəlkə sənin yol göstərmən o adamın həyatını dəyişdirə bilər. O kimi məqamlarda insanların da əslində, o deməkdir ki, hər zaman daim mən mərhəmət etməm gerəkən işin icabı belə bir məsələ var. Bəlkə sənin icabında sənin işığın bir parçası mərhəmət olmaya bilər. Siz tibb bacısı deyilsiniz, tibb qardaşı da var, tibb qardaşı deyilsiniz, ibtidai sinif müəlliməsi deyilsiniz. Daha aciz, şəfqətə möhtac insanlarla onların içərisində deyilsiniz, yəni həyatınız boyunca da. Amma elə bir an gələ bilər ki, əslində sizin də orada mərhəmətlə imtahan olunma ehtimallarınız da doğa bilər, yəni həyatın içərisində. Mərhəmət hissinin insanın şəxsiyyətinin inkişafına və psixologiyasına təsirləri nələrdir? Mərhəmət hissinin əgər biz burada insan şəxsiyyətindən deyiriksə, insanın tərbiyəsindən söhbət gedirsə, əslində biz daha əvvəl bəlkə bir neçə dəqiqə, 10 dəqiqə əvvəl şeydə vardı ki, mərhəmətin qarşı qütbündə xəsislik durur. Əslində xəsislik də müsbət bir ifadə deyil də. Əslində xəsislik biz nə qədər mərhəmətliyiksə, əslində belə götürsək iki dənə əgər şey var, mərhəmətlə xəsisliyə iki köpək deyə bilərik. Yəni sən birini bəsləyirsən, digərini ac buraxırsan. O formada biz nə qədər mərhəməti biz bəsləyiriksə, xəsisliyə orada yerin çatmır. Yəni xəsislik artıq nisbətən zəifləməyə başlayır ki, və potensial olaraq necə ki mərhəmət hissi, sevgi hissi bizdə potensial olaraq var olduğu kimi də o xəsislik də bizə kənardan gəlmə deyil. Xəsislik də bizim ruhumuzda potensial olaraq var yəni. Baxır bizim o ikisi arasındakı dəngəni qorumağımız məsələsi var və o xəsisliyə rağmen mərhəmətli olma məsələsi var. Əgər xəsislik deyə bir məsələ olmasaydı, mərhəmətin dəyəri anlaşılmazdı yəni. O baxımdan əslində insanda o mənfi duyğular var ki, o mənfi duyğuları biz aşaraq mərhəmətli olmağa doğru, bizə qəddarlıq var yəni insanda. Qəddarlıq da bir duyğudur daha. O acımama, şəfqət göstərməmə hissi yeri gələndə, əslində sən o qəddarlığı aşaraq, o xəsisliyi aşaraq çünki mərhəmətdə sən özündən bir şey verirsən də o şeyə, başqasına. Vaxtını verirsən, qazandığın nəyisə verirsən,
müəyyən mənada bir fədakarlıq, mərhəmətdə bir fədakarlıq etmə anlayışı var. Əslində fədakar elmdə sən özündən eləyirsən o fədakarlığı. Öz ətrafından eləyirsən və maddi və bu fədakarlıq maddi ya da mənəvi olması mümkündür də. Amma xəstəlikdə yenə xəstəlik də fədakarlığın ziddi bir məsələdir ki, mən niyə verim ki onu? Və niyə bu sözü ona söyləyim ki, niyə bu yaxşılıq onu edir? Əslində sən yaxşılıq edirsənsə, mərhəmət bir yaxşılıqsa, bəlkə o yaxşılığa səndən əskilən bir şey olmur yəni. Ya da xəsis insanda xəstəlik edəndə artıra bilir ki, misal üçün bir rəqəmdə zahirən nəsə arta bilər. Yəni mərhəmətdə bəlkə də zahirən nəyinsə azaldığını insan görməsi mümkündür. Kimsə tapa bilər ki, məsələn, qardaş, mərhəmət deyirsən, danışırsan da, mərhəmətdə bu məsələlər də var yəni. O formada misal üçün şey var. Nietzsche'nin mərhəmət anlayışında mərhəmət əxlaqi bir dəyərdir. Nietzsche'nin fəlsəfəsində onsuz da əxlaqi dəyərlərə bir mübarizə aparma, bir savaş açma ənənəsi var Nietzsche fəlsəfəsində. O deyir, əslində mərhəməti belə bir vurğulayır ki, əslində mərhəmətli olman üçün qarşı tərəfdə acı çəkən birisinin olması lazım. Mərhəmət gözəl bir duyğudur da. Sən ondan mənəvi həzz alırsan. Rəhimli olanda, mərhəmətli olanda sən bundan həzz alırsan. Geriyə ondan sənə ən azından sənə təşəkkür edən birisi olur orada. Hatta heç kəs təşəkkür etmirsə belə sən öz-özlüyündə mənəvi olaraq duyğunda bir müsbət aura meydana gəlir ki, mən mərhəmətli oldum yəni. Nietzsche deyir ki, qardaş, sən deyir, belə bir mənəvi həzz almaq üçün mərhəmətli olursan deyir yəni. Sənin mərhəmətli olman da başqa tərəfdə acı çəkən birisinin olmasını lazım, labud qılır. Acı çəkən biri olması lazım ki, sən mərhəmətli olasan deyir. O zaman deyir, burada bir şey var deyir yəni. Belə bir anlayır ki, mərhəmət məsələsini və ona qarşısında acı çəkən birisinin olması lazımdır deyir. Düzdür, əslində həqiqətən acı çəkən birisinin olması lazımdır yəni. Amma sənin mərhəmətinin o acını formalaşdırmır ki. Əslində bu belə bir cavab ortaya çıxır ki, tamam, sənin mərhəmətli olman, mənim mərhəmətli olmam, qarşı tərəfdə bir şəfqətə möhtac bir şəxs olması lazım ki, biz ona mərhəmətli olaq da. Amma sən mərhəmətli olduğuna görə mi o acı çəkən formalaşır? Sən mərhəmət hissəsində formalaşır, ona paralel olaraq orada acı çəkən də mi formalaşır? Əslində sənin mərhəmətli olmanla acı çəkən başqa şeylərdir. Bəlkə onun acısının tarixçəsi, qaynağı başqa bir şeydir. Sən və sənin mərhəmətli olman başqa bir şeydir. Yəni, sənin mərhəmətli olman onu doğurmur. Yəni. O baxımdan da əslində şeydə var, Schopenhauer'da da şey var, bu pessimist anlayış var ki, misal üçün. O pessimizmi sorğulayır yəni. Şərri sorğulayır və işin içindən çıxa bilmir. Və ona görə pessimist olmur yəni. Və bədbin bir yazar, bir müəllif, bir filosof halına gəlir və o formada tanınır. Amma bizim üçün, biz əslində mərhəmətdən danışırıqsa, qarşı tərəfdəki acıdan, kədərdən, hüzündən də əslində biz danışmamız gərəkirsə, dedik ki, mərhəmətin qaynağı bizə potensial olaraq Cənab Allahın verdiyi bir duyğudur bizə. Onu nə qədər bəsləyiriksə, nə qədər canlı tuta biliriksə, o qədər ona sahib oluruq yəni. Amma qarşı tərəfdə əgər acı varsa, əgər acının da qaynağını, mənbəsini əgər sorğulasaq, bəs acı hardan meydana gəlir? Acının qaynağı, mənbəsi nədir yəni? Əslində biz bu suala əslində bir çox alimlər müəyyən cavab verirlər, o cavaba görə başqa vadilərə gedib çıxılır. Schopenhauer'da və bütün pessimist filosoflarda şərrin qaynağını Tanrı görürlər. Çünki nəyə görə? Onu yaradan Tanrıdır. O formada yaradıb, onu Allah o formada yaradıb. Deməli, haşa, Tanrı kötüdür, deyim, misal üçün də. Ya da ki, Schopenhauer deyir ki, Tanrı olmasa daha yaxşıdır, haşa. Belə deyir, belə qənaətə gəlir. Yəni. Çünki Schopenhauer nə qədər mərhəmətlə çox danışırsa, adam uzaqdan baxana qədər bu pessimistdir, bədimindir, də ki, həm də Allahı inkar etmə mənasında ateistdir və mərhəmətlə bağlı qəşəng şeylər danışır yəni. Yeri gələndə adama belə tərs mütənasib gəlir ki, bu necə ola bilər, eyni adam necə eyni bu sözləri deyə bilər də. Əslində burada acının içərisində, o kədər, acı, hüznün içərisində çıxış nöqtəsi olaraq mərhəməti tapır yəni. Mərhəməti kəşf edir yəni. Schopenhauer mərhəməti tapır, amma bu mərhəməti Allaha vermir yəni. İnsan duyğusuna verir. Əslində İslamiyətdə var ki, biz mərhəmətli olmalıyıq, bizim işimizdəki mərhəmət, canlılardakı mərhəmət, Allahın o mərhəmət isminin bir təzahürü, bir təcəllisi olaraq bizdə bunlar var deyiriksə, Schopenhauer o mərhəməti gedib Allaha bağlanmır yəni. Və zaten Allahın olmaması gərəkdiyini söylüyor. Çünki şərrin qaynağı olaraq Allahı görür. Amma İslam alimlərinin dediyi bir məsələ var ki, əslində İslam alimləri
o şərri, kötülüyü görmürmü yəni? Ya da ki həyata optimist baxan İslam filosofları da var, Leibniz timsalında digər qərb filosofları da var ki, bütün yəni qərb filosofların hamısı Schopenhauer kimi pessimist deyil yəni. Həyata baxışlarında Allahı qəbul edən və bütün o şərlərə optimist mövqe bildirənlər də var. İslam alimlərinin əksəriyyəti deyir ki, bəli, şər var və Schopenhauer'ın gördüyünü biz də görmüşük, ondan əvvəl də görüblər, amma onun qaynağında insan əməli var, insan amili var, şərin qaynağında. Aslında kötülük dediyimiz, şər dediyimiz məsələ var. Heç bir belə baxanda İslam alimləri şərri inkar etmirlər yəni. Amma şərrə nisbi xarakter verirlər. Yəni şər var, amma o mütləq şər deyil yəni onlar. O baxımdan Schopenhauer'da belə bir şey var. Şər var. Şərdən qurtulmaq üçün mərhəmətə ehtiyacımız var. Belə bir məsələ var, amma İslam alimlərində yenə şər var, amma şərrin qaynağını biz İslam alimləri, yəni müsəlmanlar Allaha bağlamırıq. İslam alimləri şərdə belə deyirlər ki, əslində şərdə xalqi şər deyildir, kəsbi şərdir. Belə bir ifadə var. Yəni şərrin yaradılması şər deyildir, o şərri qazanmaq şərdir. Əslində o şərdə biz insanlar qazanırıq. Ya da ki biz insanlar o şərri meydana çıxarırıq. O baxımdan belə bir məsələ olduğunu söyləmək olar. İnsanlıq tarixində mərhəmət anlayışı müharibə və ya zülm kimi faciələr mərhəmətə ehtiyacı artırır, yoxsa onu daha da azaldır? İnsanlıq tarixində mərhəmətin inkişafı deyək də, mərhəmətin inkişafında əslində biz deyə bilməzdik belə ki, yəni yüksələn xəttlə mərhəmət inkişaf edib, ya da ki, azalan xəttlə mərhəmət azalmağa doğru gedir. Əslində biz bunu deyə bilmərik, çünki elə bir dövrlər var ki, orada mərhəmətlə bağlı bəlkə 1000 il əvvəl də müsbət misallar verə bilərik. Günümüzdən bağlı mərhəmətsizliklə bağlı da misallar verə bilərik. Əslində o belə yüksəlmiş bir xəttlə deyildi. Məsəl üçün 1000 il əvvəl daha az idi. Zaman irəlilədikcə mərhəmət hissi insanlarda, cəmiyyətlərdə, dövlətlərdə yüksələn xəttlə çoxalıbdı. Mərhəmət daha biz onu bəsləmiş, inkişaf edibdi. Bizdən sonra da daha yüksəklərə doğru çıxacaq mərhəmət. Belə bir anlayış yoxdur yəni. Eyni zamanda da yəni şey də yox deyil yəni. Mərhəmət daha az idi, bizdə çoxalıb yəni. Və də ki, bizdə heç mərhəmət yoxdur. Keçmiş tarixdə daha çox mərhəmətli insanlar var. Əslində keçmişdə də qan tökülübdü, müharibə olubdu. Günümüzdə də qan tökmə də var, müharibələr də var yəni. Amma Schopenhauer'ın şeyi var orada ki, dediyi bir ifadə var ki, o aslında acılar içərisində yergəyəndə doğulur. Əslində bununla bir misal versək də, çünki mərhəmətlə bağlı qələm oynadan filosoflardan birisidir, yəni qərb filosofudur. Schopenhauer tanıyanların bildiyi bir simadır, bir müəllifdir. O əslində atası və anası arasında 20 yaş fərqi var. Sanki məntiq evliliyi nəticəsində, məntiq evliliyin ailəsində dünyaya gəlir Schopenhauer və sevgi görmür yəni. Bu ana arasında 20 yaş fərqi var və ailəsində sıxıntılar var, cəmiyyətdə sıxıntılar var və belə bir acılar içərisində yoğrularaq həyat yaşayan bir müəllifdir Schopenhauer və belə bir acılar içərisində mərhəməti tapır yəni. Bu əxlaqın təməlinə mərhəməti qoyur. Və digər bu qədər acı varsa, hətta bu acılar onu pessimistliyə yönləndirir, bədbinliyə yönləndirir, ateizmə yönləndirir. Bu hadisələr Schopenhauer müəllifdə var. Amma bir şey var ki, biz müharibələrdə əslində bu qədər savaşlarda, müharibələrdə oturub filosofluq eləyən, oturub bunun kitablarını yazan nə qədər insan var. Yəni hər 1000 nəfərdən Müsəlman dünyasında, Qərb dünyasında 1000 nəfərə neçə dənə filosof düşür yeri gələndə. Yəni ki 10.000 nəfərə neçə dənə filosof düşür. Əslində bu misal kimi versək, acılar içərisində bir laf da o adı Schopenhauer'u götürək, o adı çıxaraq yəni. Bir acılar içərisində düşünən bir beyin var, zehin var. Bu zehin, bu qələm əslində acılardan qurtulmağın yöntəmini mərhəmətdə görür. Əslində biz dedik ki, savaşlar və s. deyə də. Əslində bizim əlimizdə belə bir ən azından son 150-200 il əvvəl yaşamış belə bir müəllifimiz var daha. Müəllif də insanlıq mənasında. O görsən ki, şeydir yəni, acılara mərhəm olaraq mərhəməti görür. İnsanlar əslində mərhəmətdən yoxsun olduğuna görə savaşları var, qan tökmələr. Əslində yeri gələndə savaşın da əxlaqı var da yəni. Savaşda məktəb bombalanarmı? Xəstəxana bombalanarmı? Misal üçün yaxda. Savaşı əskər edir, düzdür, əskərlər, hərbiçilər edir, belə deyək də.
Amma şəhərlər yerlə bir olunur yəni. Və mülki əhali, hər şey, hər kəs gedir. Yəni ki, burada ağına qarasına baxmırlar. Belə baxanda, əslində savaşın da əxlaqı var, olmalıdır da. Amma bu mərhəmət hissindən yoxsunluq, o əslində nə qədər mərhəmətsizlik varsa, o qədər acılar var yəni. Əslində o formada belə bir tərs mütənasibin olduğunu biz görürük ki, əslində bu mənada əslində mərhəmətin də dəyəri əslində bir mənada ortaya çıxmış olur yəni. İnsani bir dəyərdir. Əslində biz nə qədər ki acılar görürüksə, deməli o qədər mərhəmətdən yoxsun, hətta mərhəmət yetimi halına gəlmişik. Mərhəmət hissinin əksildiyi sosial problemdən qaynaqlı ola bilər. Mümkün olması mümkündür və olur da, belə desək. Çünki mərhəmət hissinin yoxsunluğu, mərhəmət yetimi cəmiyyətin formalaşması sosial problemlərə gətirib çıxara bilər. Düzdür, əslində, əgər sosial problemlər varsa, biz belə bir məfhumdan söhbət açırsayıqsa, bu sosial problemlərin yeganə qaynağı, mənbəyi mərhəmət hissindən yoxsunluq deyil. Başqa amillər də burada rol oynaya bilər və oynayır da. Eyni zamanda da sosial problemlərin qaynaqlanan mənbələrindən birisi kimi biz mərhəmət hissinin yoxsunluğunu dilə gətirə bilərik. Bu hər hansı bir mənada ola bilər. Yəni ki, bu mərhəmət hissi diqqətsizliklə ola bilər, müəyyən həyat şərtlərindəki mərhəmətsizlik də ola bilər. Və ki, hər bir insanın hər bir davranışını, avtobus sürücüsünün davranışlarında, bilmirəm, hər hansı bir taksi sürücüsünün davranışlarında, universitet müəlliminin davranışlarında, həkimlərin, müəllimlərin, dövlət məmurlarının davranışlarının hər bir addımı nizamnamələrdə qeyd olunur. Amma hər addım qeyd olunmur axı yəni. Və bu elə boşluqlar var ki, o boşluqları bizim əxlaqi dəyərlərimiz, əxlaqi keyfiyyətlərimizin doldurması gerəkən məsələlər var ki, mərhəmət hissi də bunun kimi. Əslində biz elə bir mərhəmət elə bir məsələdir ki, biz onu hər hansı bir iş nizamnaməsində mərhəmətli olmalıdır yaza bilirikmi yəni? Bəlkə yazsaq belə, onun bir də dərəcə şkalası varmı yəni ki, biz görürük əslində o mənada əslində həkimindən tutmuş, yəni yeri gələndə əslində hər hansı bir heç bir peşə belə aşağı peşə deyil. Yəni yuxarı peşə, aşağı peşə, hətta küçəni süpürən insandan ən üst mərtəbədə kimlər varsa həyatda, sosial həyatda, universitet müəlliminə qədər, məmuruna qədər, hər bir şəxsin içərisində mühəndisinə qədər mərhəmət hissinin olması gərəkdiyini düşünürəm. Bu labüd bir məsələdir ki, hətta mühəndis körpü inşa edir, üst keçid düzəldir. Üst keçiddə 50 arabaları üçün yer buraxır da və yer olmalıdır. Adam biz əslində mərhəməti empatiya ilə də bərabər hiss etmişdik belə. Əslində belə bir ağlımdan keçən bir düşüncə vardı ki, kaş, inşallah ki, hər halda bir parantez mötərizə açaraq bunu demiş oldum. Bəzən deyir ki, üst keçidlərin layihələndirilməsində baş mütəxəssis kimdirsə, o əlil arabasında bir əgər mühəndis olsa, ora gətirilsə, üst keçidləri ümumiyyətlə səkilərin nizamlanmasında əslində əlilliyi olan bir insanın ora təyinatı məncə daha faydalı olardı. Çünki piyada gəzən insan səkidən 40 sm səki də qoysan, sən mən oradan addımlayasıyıq da, o 50 arabasını düşünməyəsik yəni və bəlkə də düşünmürük yəni. Amma 50 arabasının yolundan biz keçə bilirik yəni. Amma bizim yolumuzdan 50 arabalı şəxslər keçə bilmir yəni. Əslində o da əslində bir mərhəmətlə bağlı bir misaldır. Əslində şəhər nə qədər insan yönümlü şəhərlərə sahibik yəni. Onun da içərisində mərhəmət var da. Yəni əslində uşaq arabası ilə gedən bir ana düşünək, səkidə gedir də. Yəni əslində o səkidə gedə bilmirsə, demək ki, o mərhəmət yönümlü, insan yönümlü şəhər deyil. Yəni o baxımdan əslində həyatın hər təbəqəsində mərhəmətin olduğunu biz görə bilərik. Əslində laboratorda aş göstər desən, əslində mərhəməti əslində südün içərisindəki yağ zərrəcikləri kimi də adlandırmaq olar yəni. Südün hər bir yerində yağ zərrəci olduğu kimi də həyatın hər təbəqəsində də mərhəmətin olduğunu, olması gərəkdiyini söyləmək olar. Mərhəmət hissinin əlvarə təsvirini qorumaq üçün önəmli olduğu düşünülür. Amma təkcə insanlar arasında deyil, heyvanlara, təbiətə qarşı da mərhəmət göstərmək vacibdir. Heyvanlara təbiətə qarşı necə olur? Əslində heyvanlara təbiətə qarşı mərhəmət, əslində təbiətə qarşı mərhəmət deyiriksə, əslində təbiətə qarşı mərhəmət elə insanın özünə qarşı mərhəmətdir. Yəni ki, insan təbiətə qarşı mərhəmətli deyilsə, elə özünə, öz nəslinə də qarşı mərhəmətli deyil. Yəni təbiətə qarşı mərhəmət nə ola bilər? Təbiəti qorumaq ola bilər. Bəlkə tullantıların
ağacların kəsilməsi mi ola bilər, çayların qorunması, çay yataqlarının qorunması mı ola bilər? Təbiətə qayğı deyək də belə. Əslində təbiət bizim bir parçamızdır da. Sən nə qədər betonlaşmaya doğru yönələrsənsə, ağacsız, kölgəsiz bir şəhərlə formalaşacaqsan və sən orada yaşayacaqsan, ya mən, ya sənin, mənim övladlarım yaşayacaq. Yəni əslində nə qədər təbiəti korlayırıq, əslində biz mərhəmətli olmaq deyiriksə, qarşı tərəfdə şuur axtarırıq. Məsəl üçün heyvanlara mərhəmət edirik. Onlarda canlılıq vardır, heyvani bir şey vardır, heyvani ruh vardır onlarda. Bir heyvani bir can sahibidir. Bizim kimi düşünə bilən deyillər, amma heyvani bir canlıları vardır onlar, bir can sahibidir onlar yəni. Onlara mərhəmət etməliyikmi? Hə. Deyək ki, ağaclarda mərhəmətdə ağac kəsəndə acı mı duyur ki, ona mərhəmət edək? Belə bir sual meydana gələ bilər ki, əslində mərhəmət deyirsən, biz ağaclara, meşələrə necə mərhəmətli ola bilərik ki, əslində ağacı kəsəndə acı duymur yəni. Deyək ki, heyvana vurarsan, döyərsən, desən, o acı duyur da, rəhimli ol, mərhəmətli ol yəni. Əslində meşələrə mərhəmətli olmaq elə sənin özünə, mənim özümə mərhəmətli olmaq. Çünki o təbiət meşə elə bizə lazımdır. Elə ki o heyvanlara lazım yəni. Sən meşəni qıranda heyvanlar da olmayacaq yəni. Heyvanların yuvasıdır, evi də orada eyni zamanda. O baxımdan əslində mərhəməti əslində belə götürsək, Allahın insanlara mərhəməti var ki, hamımız ona möhtacıq. İnsanın insana mərhəməti məsələsi var. İnsanın təbiətə qarşı, insanın heyvanlara qarşı mərhəməti var. Bir də bizdən də kənar, hətta bizi götürsün, bizi insanlığa yox saysan, elə Allahın fitrat olaraq heyvanlar, canlılar aləminə qoyduğu mərhəmət də var. O baxımdan əslində həyatın hər bir tərəfində belə mərhəmət aurasının olduğunu söyləmək olar. Yetər ki, biz bunu anlayaq, onun idrakində olaq. Çox sağ olun, təşəkkür edirik. Siz də sağ olun, suallar üçün çox maraqlı suallar oldu. Mərhəmət və istihbaratı sizi təqdim edilmiş üçün. İnşallah digər mövzularda görüşürüz. Geniş olmaz, suallar geniş idi. İnşallah cavablar da daha uyğun olar.